Herkese selam dostlar, Havuz kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle beraber Sayın Haller üstüyle gelmişim ve burada vlog olan yerler yoklayacak. Hadi o zaman ilk standimizle başlayalım. Dostlar, mikrofonun açmaq yadımdan çıxdığı üçün yarısından çoxunu videonu səsləndirməklə davam edəcəyik. İlk girən kimi bizi yolka qarşıladı. 15 metrlik bir yolkaydı. Həqiqətən çox qəşəngdir. Hər yerin işıq olması və Jingle Bells mahnılarının qoşulması çox qəşəngdir. Həqiqətən gönül istərdi ki, mikrofonu qoşardım. Amma mikrofonu taxmışam, elə bilirəm ki, səs gəlir. Amma mikrofonun o açılıb basma düyməsini açmamışam deyə qayd olunmayıb. Yəni, üzürlü sayın, amma moralim bozmaq yox. Hər bir belə daddığımız yeməyin qiymətini və puan verirəm onun üzərindən. Və mən burada əsas amacım sosial mediada gördüyünüz üzrə Soyuq Əllər üstü ürəyə gedib viral olan yeməkləri dadmaq idi. İlk yaxınlaşdığım stend mini burger oldu. Burada mən toyuqlu burger istədim və 4 ədəd mini burger olur içərisində və 9 azeyin verdim. Yaxlaşıq bir 15 dəqiqə gözlədim. Çox sıra yox idi açıqcası. Yaxınlaşdığım bir stenddə çox stend var idi və gördüyünüz üzrə həqiqətən çox qəşəng görsən. Burada isə cheddar sosu var. Yəni burada düşünürəm ki, danışıram, səsim gür çıxır, amma maalesef ki, elə olmadı. Bacım bu arada diş ağrıdığı üçün ona bölüb verdi. Evet, içini görsədirəm burada. İçi həqiqətən çox qəşəng idi və doyumcul olduğunu burada gördüm. Və dediyim kimi buna 9 azeyin verdi. İndi isə cheddar sosuna batırıb yeyirəm. Nuş olsun, hadi. Burada da anam bacımı çəkir, amma o istəyə belə dözümlü değildi. Ona görə onu qırıb verdi sonradan. Burada deyirəm ki, çox dadlıdır. Həqiqətən içini görsədirəm və buna 10-da 10 verdim. Çünki qiymətinə görə həqiqətən doyumcul idi və biz 3 nəfər getmişdik. Ən sonunda nə qədər pul xərclədiyimizi görəcəksiniz və tam full doyduq. Və hər şeyi demək olar ki, internetdə populyar olan düzdə hər şey yox, amma %80%-ni yedim. Bacım burada yeyə bilmir, gördüyünüz üzrə deyir dişim ağrıyır. Mən də dedim ki, çox qəşəngdir. Sonra anam dadına baxdı, anam da çox bəyəndi. Sonra deyirəm ki, burada həqiqətən 9 azeyindir və çox doyumludur. Mən buna 10-da 10 verirəm. Keçirik ikinci stendimizə deyərək gedirik. Həqiqətən istəyərdim ki, çöldə çəkdiyim ilk mikrofondan videomdur. Qəşəng olsun, amma maalesef ki, olmadı. Əslində qəşəng bir videodur, amma demək olar ki, hər yerini səsləndirəcəm. Burada kofiyə gəldi. Bura viral olmaqla bir işi yoxdur. Sadəcə anam nəsə püstəli kofedir, nədir ondan dedi. Bacım isə özünə istişkalat dedi. Özümü nə yalan deyim, nə danışdığını bilmirəm. Yəqin deyirəm ki, burada gözləyirik. Həqiqətən çox nəfər var və səslər var. Falan deymişəm, deyir yəni. Nəysə, indi keçirik digər stendimizə. Həqiqətən burada o qədər çox nəfər var ki, o qədər səs var idi ki, hamı bir yandan danışır, çox sıxlıq idi. Yəni yeyəndə də belə qıraqda gərək çəkilib bir yer tapaydın özünə. Nəysə, keçirik ikinci stendimizə. Evet, burada Aminə şarpatlatmağı gördüm. Dedi ki, partladım qazanım, amma hər atış bir azeyn idi və 3 atışa da bir şey verdilər, amma 3 atışa gərək 3 azeyn lazım olaydı. Evet, gördüyünüz üzrə burada da deyirəm ki, biz partlatmaq lazım deyil. İndi gedirik, axtarıq deyirəm ki, viral şeylər çünki axtarmaq biraz çətin olur. Mən kimin nə görüm? Ən uzun sırası baxın bu stendi idi. Dolu toz. Yəni Doritos'un içərisinə qarğıdal falan qatırlar. O çox uzun sıra vardı, amma mən onu zaten yeməyi planlaşdırmamışdım viral olsaydı. Çünki onu yesəydik hamımız doyacaqdıq, digər şeylər yeyə bilməyəcəkdik. Yəni ona görə istəmədim. İndi isə corn dog stendinə yaxınlaşdıq. Corn dogumu gətirdim. Buna 5 azeyn ödədim. Məncə o birlərdən daha ucuzdur. İndi gərək pendirli və saskalı istedim. Çünkü pendirli çok işe uzanırdı. Bir de ben yememişim. Bir de bakalım. Gözden. Ay çok güzel. Arzu babam istiyor. İyi. Siz de yaşıyorsunuz. O da. Gel satamamışam. İndi Aminə erişdirsin. Hələ pendir gəlir. Yəqin axırda. Yavaş yanarsan. Yavaş, qıraqdan. Ay ne kadar siz değil axı. O diş ağrıyır, əlinlə qopart verirəm əli. Heç yeyə bilmir uşaq. Safet qabalarında. Neyse biz bunun saskasına çatdığında görsəcəm. Saskasına çatdım. Çok qəşəngdir. Alıb yeyə bilərsiniz. 10 manat, 5 manat vermişlər. Havuqa yeməyi.
Hə də. İndi isə Dubai Story. İşimizə gücümüzə bax. Sən? Evet, bunun dadına baxacağıq. İndi gördüyünüz üzere 2 dənə çıxaq. Bunun dadına baxacağıq birlikdə. Amma əlində kornbol var. İndi gəlin biraz bir yerdə otura bilsək. Gəlin bura boyunda. Çək. Anam indi dadına baxır. Donu bir donu. Soyuqdur. Necədir? 10 üzərindən neçə verərsən? Mama, çiyələk bizə də saxla. Yox, şokoladına baxıram. Bay Şokolad chocolate. içərək yeyirəm ancaq. Normal. Bu arada buna bir dəqiqə götürə bilərəm. Deyir ki, bizim elədiyimiz bundan bir şeydir. İndi mən dadına baxacağım. Dadına baxacağım. Bu arada biz buna 10 manat vermişik. Görək 10 manat həqiqətən dəyərli. Donub həqiqətən qalıb. Donu var. Altdakını bəlkə göstər bilərsən. Dedə çəngəl yer. Hadi o, ay. İstəsəklə hər şey donub qalıb. Görsəyim. Ama staflan içində kadayıf falan. Yo, elə donmuyor. Ama içerisindeki kadayıf falan donup gördüğünüz üzere 10 üzerinden 7 verərəm. Çünkü hem qiymətindən hem de dadından 10 üzerinden 7 ama görsəydi yeməliydim. 10 manatı dəyməz. Bəli. Açıqcası nə deyim, bu viral olan şey tək bəyənmədiyim buydu. Qalan hamısı viral olmağı hak edirdi. Çünki həqiqətən soyuqdan donub qalmışdı şokolad. Yəni isti yerdə saxlasaydılar daha yaxşı olardı. Burada anam balıq ekmək gördü. Gedir ora, onu çəkirəm. Düşünürəm ki, mikrofon, anama da hətta mikrofon taxdım ki, taxa bilərik. Amma maalesef ki, nəsib deyilmiş bu videonu mikrofondan çəkmək. Son anda fərk etdim ki, deyirəm, ay ana, mən bunu qoşmamışam mikrofonu. Nəysə, balıq ekmək istəndiyinə yaxınlaşdıq. Burada 6 manata satırlar, mənə çox yaxşı gəldi. Amma anam soruşur, sən yeyirsən, deyirəm, yox. Çünki həqiqətən nədənsə ürəyim istəmirdi, həm balıq yemək istəmirdi. Amma məncə qiymətini hək edir də, yəni 6 manata. Burada anamı gözləyirəm. Ən uzun hazırlanma sürən mini burger oldu. Balıq ekməkdə çox tez pişirildi. Həqiqətən onun qabağında biraz sıra var idi. Gördüyünüz üzrə sıxdan çıxıb bir yerə gedib yemək istədik. Və anamdan soruşdum ki, dadı necədir? İçini göstərirəm burada. Anam dadını dedi, çox sevdi. Özəlliklə dedi ki, çörəyin içində ət falan yemək istəyirəm. Buranı görən kimi bura qaçdı. Əslində balıq ekmək də viral idi. Amma mən yemək istəmədim. Anam çox bəyəndi. Dedi ki, qiymətinə görə də çox qəşəngdir. 10-da 10 verdi. Anam burada doydu. Mən nədənsə doymadım. Doymadım deyəndə doyumcul idi, amma yemək istəyirdim. Çünki viral dənəmədiyim çox şey var. İndi isə başqa bir stende yaxınlaşacağam. Başqa bir şey yemək istəyirəm çünki. Şu ana qədər yediklərini çox bəyəndim. Biraz strawberry, Dubai strawberry neydi? O biraz məni üzdü. Həqiqətən hüsrana uğratdı. İndi isə keçirik başqasına. Mikrofona yaxın bu varsa mikrofon düşmürəcək. Mikrofonları yandırmağı unutmuşuq. Mikrofonu yandırmağı unutmuşuq ən önəmli yerdə. İnşallah səsim düşmüşdür. Məncə düşüb səsim. Yox, istəmirəm. Mən balıq sevirəm. Sevirəm amma yemək istəmirəm. İndi biraz gəzəcəyik. Sonra nəsə yemək istəyəcəyik. Balıq biraz qardaş çubuqları yemək istəyəm. Bir də ki, biraz şirniyyatla çay içməyəm. Çay içməmişəm. Ay Allah, mikrofon qoşmağı unutmuşam. Belə bir anda niyə mikrofon qoşulmağını da bilmirəm. Səs çox var. Vaxtla almağa qərar verdim. İndi götürəcəm. Belə çubuqda da var, belə böyük də var. Amma çubuqdakını götürəcəm. Çünki çox yiyəcəyimi düşünmürəm. Bizim durumumuz. Abi neysən? Hə, buralara baxın, çubuq vaxıl. Mikrofonu yandırdığımızı unutduğumuz için dostlar heç bir yerde ses düşmüyüb və buna görə də səsləndirəcəm bura qədər olan hissəni. Üzr istəyirəm. Şu ana qədər corn dog yedim. Sonra aminəcik şey aldılar, balıq ekmeği aldılar. Sonra
mini burger, corn dog. Yəni hər şey elədik, amma bir mikrofonu açmağı unutmuşam. Ona görə üzrünü sayın. Bundan sonrasını çox şey yiyəcəyim içimdən ama açmadım. Şu an çox üzüldüm. Mikrofon qoşmamışam deyə heç nə düşündüm. Yəni. Ama diyeyim də mən orada deməmişəm səsləndirmədə. Burgerə onda strawberry'yə onda 7. Sonra corn dog'a da deyəsən onda 10 verdim. Çünki çox qəşəngdi. Belə. Da gəlmişik. Buradan bir dənə belmiyə, bir də çay alacağım. Artıq yaşına çıxmağa başlayacağım ya da gəzəcəyik. Hakikaten mikrofon aferin də yəni mənə. Ən önəmli yerdə umuduram açmağa. Amma inşallah bəyənərsiniz videonu. Zaten səsləndirəcəm deyə bir problem olmayacağını düşünürəm. Amma o bir sen sana bir şey. Bir də çəymişəm buradadır ama Magnolia. Şöyle çıkala getir. Gel. Ay çikolata. Ay Amina. Gel siz. Hemencik bakacağım. Böyle. İçinde kek, krem, koktuklar ve işte Nutella var. Çok hoşaydı. Çayın içinde de şirini gelir. Çok hoş olur. Amşiklarına bakırsan Amina. Ring. Para ring. Çok hoşaydı. Amina böyle bir şey izlemek istedi. O nedir kim ama? Ne diyor? Çok tatlıdır. Bu arada 10'da 10 veririm. Çünkü qiymət 8. Bu da biraz yeni olduğu için bence çok uygun qiymətədir. Ayva! Biz burada artık demək olar çox yemək yedik. Ona görə də artıq soyuq hallar istəyirik, vidalaşırıq. Amma açılışda səs kaydımız düşmədiyi için mikrofondan. Ona görə təzədən burada girirmiş kimi açılış eləyəcəm. Buna məcbur ama bu gərsələri məcbur səsləndirəcəm. Artıq videomuzun sonuna gəldik. Toplam xərclədiyimiz məbləği buraya yazarım. Böyük marka 40 neçə manat falan xərcləmişəm, amma buraya yazaram. Həqiqətən çox qəşəng bir gün idi. Həqiqətən çox doyduq. Hətta bilmiyor en son aldığımı yiyə bilmədik. Doyduq. Yəni 3 nəfərə bu qədər xərclədik. İnşallah videomu bəyənmişsinizdir. Ufak tefek belə hatalar oldu mikrofonu qoşmaq falan. Amma heyecandan girib nəsə eləyəcəm, video çəkəcəm deyə ilk çöldə olan videom olduğu üçün həqiqətən çox heyecanlandım. Öpdüm, bay bay.